Xalq artisti Natiq Şirinovun nağara ifaçısı olan oğlu Ümid Natiqoğlu paylaşımıyla diqqət çəkib. Ümid bir neçə gün əvvəl vəfat edən Cabir İmanovun səs yazısını yayıb. Səs yazısında onların WhatsApp danışması yer alıb. Can qardaş, narahat eləmirsən, xoşdur hər zaman sənin səsini eşitmək. Uşaqlıq dostum desəm yanılmaram. Biz Cabirlə eyni vaxtda başladıq. KVN, işə, televiziya. Hansı bağlılıq, yoxluq haqda deyim. Həyatdan çox pis zərbə aldım. Bu sözləri xalq artisti Murad Dadaşov Xəzər xəbəri açıqlamasında deyib. Dadaşov mərhum dostu, əməkdar artist Cabir İmanovla bağlı danışıb. Həyat ədalətsizdir. Bundan sonra məndə sual var. Nəinki təkrar olunmaz, əvəz olunmaz insan itirdik. Bu adamı lap sarsıdır. Cabir vətənpərvər, dostpərvər, insanpərvər biri idi. Onun 4 övladı üçün Cabiri heç kim əvəz edə bilməz. Biz hamımız birləşib bir Cabir olmağa çalışacağıq deyə Murad Dadaşov əlavə edib. Aktyor Elşən Orucov bir neçə gün əvvəl vəfat edən əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib. Aktyor paylaşımında nə gülüş ömrü uzadırmış, nə də idman sağlamlıq imiş sözlərini yazıb. Qeyd edək ki, Cabir İmanov idman zalında infarkt keçirərək dünyasını dəyişib.